Müəllim, fərq var. Hələ olsa, Allah qolla sağlıq, ailəsi. Allah səbəb salsın, Allah səbəb. Birinci gəlində qolu yuxarı qaldırırdım, deyirdim ağrıyır. Ağrı istəyirdim, həqiqətən. Hələ, Allah şəfa versin, Allah səbəb salsın. Pasiyentimiz qol ağrısı ilə müraciət edir. Yəni, pasiyentin qolunda əzələ gərginliyi var, çox güman ki. Masaj edəndə də gördük onu aşağıdadır. Və indi hal-hazırda bambuk əlavə edirik. Bunu da üzərinə hicam edəcək. Bambuku bir neçə dəqiqə qalandan sonra çıxartdıq. Bax, məlum olur ki, bax, burada daha çox soyuq dəymə gərginliyi var. Bu hissələri hicam edəcək inşallah. Pasiyentimizi bambuk bankaları qoyduqdan sonra lazım olan nöqtələr, hansı ki bambuk qoyandan sonra bizə məlum olur ki, bu nahiyələr daha gərgindir. Nahiyələri işlədik və profilaktik olaraq da ana nöqtələri təyin elədik.